Yağın qiyməti artıb. Evdə yemək pişirmək olmur. Gecə səfər gəlib elit market yoxdur. Oradan yağ almışam 7 manat deyə balacası. Di valla. Valla. Açdıq deyə valla bizdə. Sən də var zaten çadır. Valla bizdə kasıbçılıqda. Ona buna pul yox. Valla iki gün əvvəl məndən bir 3-4 uşaq yoldan keçdi. Nə bilim pis gündə qalmışdı. Verdi 1200 manat verdim. Dedi ki daha aclıq da onlarda da. Dedim mən də daha poxa düşmüşəm. Aclıq da evdə, aclıqdan qırılıram. Sən nə sürüyordun? Onda yaxşı. Sağ ol. Keçdi zəhmət. Anne. Atmışdıqda geçir. Ya nasıl söhbət edirlər. Sağ ol. Evdəkilər tamam gəlsin. Sağ ol. Ay bilə, Ruslan uğraşdım, gəldi məndən borca pul götürdüm 500 manat. Vermir hələ də. İndi aran sırdı, Allah haqqı. Ay yazıq kasıb uşaqdır. Neynəsin? Yox, neçə indi mən borc verim, indi borcu qaytardım. Neçə manatdır? 1500 manat. O da çox yazdı. Mən evdə aclıqdan ölmüşəm. Sən var ya, elə danışma yazıq kasıb. Sən orada yaxşılıq eləyirsən. Bəlkə haradansa pul tapar qaytarır. Sən yenə də onun arxasından elə danışma. Düzdür. Sən düzdür, amma uğraşlıq edir də, həmişə gəlir aranı cırır, gedir valla. Demək istəmirəm üzünə də, amma ayıbdır da, neyiniyim də. Kasıb. Gez oraya, gəl danışalım. Sən nəyə doyurdun? Evdəkilərdir. Oldu. Oldu sağ olma. Yoksa evden Olan maşınla mostu qazmıyor. Satmaq lazım gəl. Pulardan tap. Səndə nədir ki? Məndən 07 dəq. 1998-in 07-si də qalıb elə. O gün bahaya alamaz da. Bilirəm. O Ruslandır. Gəl bura gəl. Gəl bura sana söhbət. İşdən gəlsən. Otur bura, otur. Gəl otur. Otur, otur. Otur əsas. Sənin söhbətlə mənim. Bu bizim Murad var idi. Bax əsəbləşmə. Əsəbləşmə. Bu Murad var ya. Sənə onu çox pis danışıyor deyir. Nə bilim borcum. Valla sənə deyir borcumu qaytarmır. Nə bilim çox uğraşır. Biz başa salırıq ki. Yürü elə demə. Nə bilim yoxsa satdı pul tapar verər. Deyir yoxa yenə də deyir uğraşdı. Biz başa salırıq ki olmaz. Kasıb deyəndə belə vəziyyətin yaxşı deyil də. Daha nə deyək? Oldu. Nə işdən gəlsən də yoxdun ha? Nə evə gedim də? Nə olsun sağ ol. Sağ ol. Alo. Hə Ruslan, necə? Sağ ol. Sənə var Yusin var, çaysın qabağında gözləyirəm. Gəlirsən orada söhbətimiz var. Nəcəb, ciddi söhbət deyirək. Ciddi söhbətdir də. Danışmalıyıq. Hə, yaxşı ürək, 5-10 dəqiqə oradayım. Yaxşı, oldu. Gəl. Salam aleyküm. Deyirəm, mənim dalımca danışmışsan. Xeyr ola, nə olub ki? Hardan eşitmişsən, sənə kim deyib? Hardansa eşitmişəm də. Ay düz deyirəm, oğlasan da mənim neçə illik pulumu vermişsən, gətirirsən. Oğru sözün səni. Ağlını var. Uy, bu ne?